Media agentliyinin məlumatında qeyd olunub ki, televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı Rusiya 1-də yayımlanan müəllif proqramında özünə məxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. Bildirilib ki, Ermənistanda hüquq mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə artsaq ifadəsini işlədib, Ermənistan hakimiyyətini artsağı hədiyyə etməkdə günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə artsağın taleyi gözlədiyini deyib. Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzli yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib. Bu münasibət onun çıxışlarında açıq şəkildə özünü biruzə verib. Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbul edilməz hesab edilir. Ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yol verilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik. Xatırladıram ki, bu media agentliyinin Solovyovun nifrət nitqi ilə bağlı açıqlaması idi. Mən hörmətli tamaşaçılar sizə bunu təqdim etdim. Bu Solovyov, bu yaramaz, mən xahiş edirəm rejissorumuz onu efirə versin. Bu yaramaz, öz dili ilə danışacağım, bu alçaq, bu şərəfsiz hər zaman Azərbaycana qarşı nifrət, kin qusub, hər zaman erməniləri dəstəkləyib, bütün faktları təhrif eləyib. İndi belə bir atalar misalı var. Deyər, it əl çəkdi, motal əl çəkmədi. Paşinyan, erməni cəmiyyəti artıq bu reallıqlarla barışıb. Bunları qəbullanıb. Paşinyan deyir ki, Qarabağ Azərbaycandır. Solovyov deyir ki, onu artacaqdır. Bu yaramaz. Özdə bunu harada deyir? Rusiyanın dövlət televiziyasında. Mən şəxsən bir vətəndaşım bunu Rusiyanın mövqeyi kimi qəbul edir. Bu kimdir ki, dursun öz başına dövlət televiziyasında ağzına gələni danışsın? Deməli, istiqamət belə verilib. Onda bu necə dostluqdur? Bu necə strateji müttəfiqlikdir? Rusiya son vaxtlar Qarabağ kartını atıb ortalığa özdə artçaq adı ilə. Artçaq da yoxdur, sarsaq da yoxdur. Artçaqın, sarsaqın o dırnaq arası başçıları Azərbaycanın paytaxtında mələşirlər. Obisləri də gətirib mələdəcəyik. Koçaryanı da gətirəcəyik, Sarkisyanı da gətirəcəyik. Onlar da gətirib burada mələdəcəyik. Solovyovun yaxasını cırmağı ilə, hürməyi ilə deyil ki. Bu qədər Azərbaycan düşmənçiliyi olar. Biz Rusiya qarşı da, İrana qarşı da hər zaman öz səmimiliyimizdən seçilirik. Hər zaman mehriban qonşuluq siyasəti yürüdürük. Deyir ki, mehriban qonşu kimi yaşayaq, əlaqələrimizi genişləndirək. Oradan Xameneyi, buradan da Putin. Qızışdırıb trollarını, zibillərini ötürüb bizim üstümüzə. Unutmasınlar. Azərbaycan indi nə 90-cı illərin, nə də 2000-ci illərin Azərbaycanı deyir. Azərbaycan qüdrətli dövlətdir. Onun güclü bir lideri var. Azərbaycanın güclü müttəfiqləri var. Türkiyə kimi, Pakistan kimi müttəfiqləri var. Sizin belə boş-boş danışmağınız heç bir fayda verməyəcək. Bunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq xalqımız bu dezinformasiyalara qarşı ayıq olmalı və biz bunlara qarşı barışmaz mövqeyimizi ortaya qoymalı, bunları ifşa etməli, bütün dünyada çatdırmalıyıq ki, bu yalançılar, bu alçaqlar bizə qarşı hansı yaramaz böhtan kampaniyasını aparırlar. Doğrudur, itürər, karvan keçər deyib keçə bilərik, amma bəzən itürür, karvan keçmir. Sözümün canı odur ki, bu cür dezinformasiyalara qarşı birlikdə mübarizə aparmalı, ölkəmizi, dövlətimizi
qorumalıyıq.